İlk öncə ondan başlayaq ki, söz Allahın biz insanlara bəxş etdiyi böyük bir lütfün adıdır. Sözü əgər biz onun qarşılığı olaraq bir şey desələz ki, söz nə məna ifadə eləyər? Mən sözü bu şəkildə ifadə eləyərəm ki, söz bərabərdir məsuliyyət. Yəni, dəyərli millət vəkilimizin dediyi həqiqətən də bugün insanların qıtlıq yaşadığı bir mövzudur. Yəni, niyə məsuliyyət dedim? Çünki söz insanı həm dəyərə mindirməyə, həm də aşağı düşürməyə məhkum edən bir şeydir. Yəni, insan, belə demək mümkünsə, söz var, kəsər savaşı, söz var, kəsdirər başı. Elədir. Yəni, insanın, belə demək mümkünsə, söz insanın dəyərini müəyyən edən meyarın adıdır. Sən o sözlə, sən əslində o dediyiniz Həzrət Əlinin bir sözü var. Söz insanın şəxsiyyətinin, kimliyinin, mənliyinin bir göstəricisidir. Doğrudur. Sən kim olduğunu əslində dilinin altında yatdığı bir insan obrazını sən insanlara ifadə edirsən. Sən necə bir insansansa, ağzından o sözlər çıxacaq. Yəni, necə ki, insanın içində nə varsa, istər-istəməz o onun dilinə necə sirayət edəcək, zahir olacaq. Gönlündəkiləri süzəcək. Bəli. Yəni, necə ki, dənizin içində nəsə varsa, xaricinə də onlar çıxacaq. Üzə çıxır, bəli. Yəni, dillə bağlı dəyərli millət vəkilimizin dediyi söz, həqiqətən də Peyğəmbərimiz aleyhissalatu vəssalamın biz insanlara əmri var. Deyir, mən kənə yu'minu billahi vəl yevmil əxir. Kim Allaha və axirət gününə deyir, baxın. Yəni, çünki insan gördüyünü, müşahidə etdiyini iman gətirir, düzdürmü? Amma axirət məsələsi müminin və digər insanların xüsusi diqqət edəcəyi bir məsələdir. Allah Rasulü deyir ki, yəni çünki iman əsasən qeybi imandır. Biz Rəbbimizi görmədən iman etmişik, düzdürmü? Peyğəmbərimiz aleyhissalatu vesselamı görmədən sevdik, iman etdik. Düzdürmü? Yəni Allah Rasulü da bizə, yəni bizim haqqımızda deyir ki, onlar məni görmədən, yəni biz nə Peyğəmbərimizi və yaxud da onun əhl-i beytin, sahabələrini görmədən biz iman etdik. Nə etdik? Səmi'nə və ətana dedik. Eşitdik və itaat etdik. Bizim o qeybi imanımızda Peyğəmbərimiz nə deyir? Kim Allaha və axirət günə, yəni axirət günə öldükdən sonra dirilmənin haqq olduğuna inanırsa, iman gətirərsə, ya xeyir danışsın, fəlyəqul xayran əv liyasmut deyir. Ya xeyir danışsın və yaxud da sussun. Yəni, bu onu göstərir ki, Allah Rasulü demək istəyir ki, bizlər, ey ümmətim, insanların əziyyət çəkdiyi dilinizə hakim olun. Elə bunu deyir. Dilinizə hakim olun ki, siz axirətdə mənim ümmətim olaraq mənim qarşıma günahları çox olaraq gəlməyin. Çünki insanın ən böyük günahlarının səbəbi onun dilidir. Peyğəmbərimiz başqa bir hədisində aleyhissalatu vesselam buyurur ki, hər gün insan üzvləri, bədən üzvləri bütün dilə xitabən bir şeyi deyir. Deyir, ey dil, sən doğru olsan, sən düz olsan, biz də doğru olarıq deyir. Baxın, təbii ki, bu onu göstərir ki, bizim dilimiz nə qədər doğru danışsa, haqqı söyləsə, haqqı iqrar eləsə, biz inşallah ki, Rəbbimin izindən cənnətə girəcəyik. Həm də Allah-u Teala Quran-ı Kərimdə gözəl sözdən bəhs edir bizə. Yəni, düşünün, Allah bizə elə bir söz nəsib edib ki, biz o sözlə əbədi saadət yurdu olan cənnəti qazanırıq. Bu nədir? Lə iləhə illallah. Yəni, lə iləhə illallah həm də dinin əslidir. Elədir. Bəli, yəni dinin əsli, yəni bir kimsə Allahdan başqa haqq məbudun olmadığını iqrar eləsə, artıq həmin insan iman gətirmiş sayılır və Allahın izin və inayəti ilə zahirən ona biz nəhnu nəhkum biz insanlara zahirinə görə hökm edirik, düzdürmü? Və həmin insan müsəlmandır, mömindir inşallah. Allah razı olsun. Maşallah. Gözəl